O günkü qazın aqibəti nə oldu bu videoda görəcəksiniz. Yırtdım, böldüm, parçaladım, dedim buna nə yaraşar? Bizim tərəflərin ən ləziz yeməyi ləvəngi. Mən bu yeməyə aşiqəm. Kim nə deyir desin. Qazı yaxşı-yaxşı qurutduqdan sonra dağ olmuş yağda hər iki yüzünü qızardıram. Ədvaları və suyunu da əlavə edib qapaqlı formada tam bişənədək gözləyirəm. Yumşaldıqdan sonra bura duzunu və soğanını əlavə edirəm. Sincan, çölmə kebab ləvənginin yanında aşı olmazsa olmazdır. Onu da dəmə qoyuram. Bu qazanın altına qalın dəmir və ya tava atıb vanotda dəmə qoyduqda qazmaq çox gözəl alınır. Soğan qovrulduqdan sonra bura qoz əlavə edirəm. Sonra isə buzluqda azca hazır ləvəngim var idi, ondan da qandıram. Öz hazırladığım zoğal və nar turşusu azca da su əlavə edib qapaqlı formada vanotda bişməyə qoyuram. Aşım hazırdır. İstədim bu dəfə bu formada təqdim edim. Çox qəşəng alındı. Azərbaycan mətbəxini sevirəm, amma bu cənub zonasının ləvəngisi, Sincanı, çölməsi olmasa mənim üçün həyat yoxdur deməkdir. Sizin üçün mətbəximizdən ən vazkeçilməz yeməyimiz hansıdır? Mənim bu günlük bu qədər. Ağzınız həmişə şirin datsın.